Kosalar dağlarında Qaşqa Güney deyilən yerdə qarışqa yuvalarının əksəriyyəti bax bu cürə deməli otluq topalar yaradıblar. Təbii ki bu yuvanın torpağın dərinliklərində çoxlu sayda hücrələri, gizlin yerləri var. Çox maraqlıdır və kiçicik bir tərpədiş edərkən yüzlərcəsi hücuma tökülür. Baxırsınız, artıq əlimin üzərinə sancmaq üçün bir neçəsi çıxdı. Bunların burada çox gözəl və maraqlı bir həyatları var. Biz bu gözəlliyi bu dağlarda təbiətlə baş-başa qoyaraq yolumuza davam edirik. Bu dağlarda sanki bir ot xotmalarıdır, ot tayalarıdır, gözəlliklər.